Sizə Gerçək Şəriət Dövlət Olsaydı adlı kitabımı təqdim edirəm. Qeyd edim ki, bu kitab öz qələmimdəndir və müəyyən İslami biliklərə əsaslanır. Bölüm 1. Gənc qız evə qayıdarkən yenə hər axşam yaşadığı kimi bir axşam yaşayacağını və səhər hər zamanki kimi oyanacağını düşünürdü. Qaranlıq küçələrdən keçərkən evdə onu gözləyən içki şüşəsinin dibinə düşmüş Məhməd qardaşını, depressiyadan heç çıxa bilməyən anasını və ona yemək verməsi üçün onu gözləyən balaca bacısını tapacağını düşünən gənc qız birdən-birə bunlardan nə qədər bezdiyini anladı. Evdəkilərdən, küçədəki ət bazarından, əxlaqın yoxluğundan və yalnız divarda qalıb insanlığa sirayət etməyən ədalət sözündən olduqca bezmişdi. Onun fikrincə, işdən çıxıb evə dönərkən hər şey yenə eyni olacaqdı. Yenə sabah bu lənət işə qayıtmağa məcbur olacaqdı. Burada işləmək istəmirdi. Amma məcbur idi. İşləməsə balaca bacısına kim baxacaqdı? Küçədə olan az saylı insan yığını bir an əvvəl evlərinə çatmaq üçün sürətli addımlarla gedirdi. Amma gənc qız evdə onu gözləyən bir bacısı olmasına baxmayaraq, bezginlik içində və asta-asta gedirdi. Evə nə qədər gec getsə, bir o qədər yaxşı idi. Ancaq qəribə bir şey oldu. Avtobusa gedərkən telefonuna iş yoldaşından bir mesaj gəlmişdi. Mesajı açıb baxanda rəsmi bir xəbər saytından gələn xəbəri şok içində oxudu. Hökumətin son verdiyi qərar hamımızı şoka saldı. Axşam olmasına baxmayaraq, bu qərarın təsiri ilə hökumət binasının qarşısında etirazlar başlanıb. Şəriət dövləti qərarı cəmiyyətin bir hissəsini olduqca sevindirsə də, digər hissəsini demək olar ki, özündən çıxarıb. Bir müddət sonra ixtişaşların artması ilə baş verəcək hadisələr insanları çox narahat edir. Saytımızda mövzu ilə bağlı ən son xəbərləri paylaşacağıq. Bizi izləməyə davam edin. Şəriət mi gələcəkdir?